Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da nə istəsəz toxuya bilər. Jilet, jaket, papaq, svitrə, nə istəsəz toxuya bilərsiniz. Sapındakı 100 qramlıq 220 metrəlik sapdır. İlməkləri də ki 3 yığırıq, 2 də kənar ilmək. Bunun üçün belə bir sapımı götürürəm. Milmi üstə elə bir 3 naxışı göstərəcəm. 15 ilmək yığacam, 2 də kənar. 17 ilmək yığacam. Üç, 4, 5, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 ilmək, 2 də kənar ilmək yığıram. 16, 17 ilmək. Buradan da bir düğün atıram, açılmasın. Artıq sapı da kəsirəm. İndi mən burada rezinka toxumuram. Kim istəyir rezinka da toxuya bilər. Mən də buradan bütün ilməkləri tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını bu formada tərs toxuyuram. Birinci sırada düz üzüdür. Kənar ilməyi də, yəni onu da tərs toxudum. İndi tərs üzündən yenə hamısını tərs toxuyuram bir sıra. Birinci ilməyi toxumuram, qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi düz üzüdür bura. Düz üzündən birinci ilməyi götürürəm. Bu qalan ilməkləri hamısını düz toxuyuram. Axırıncını da yenə tərs toxudum. İndi tərs üzdən birinci ilməyi götürürəm. Burada bir artırma eləyirəm. Bir ilməyi toxuyuram tərs. Tərs üzüdür. Yenə bir artırma eləyirəm. Bir tərs toxuyuram. Bir artırma eləyirəm. Bir tərs. Bu sıranı axıra qədər belə toxuyuram. Bir ilməyi artırıram. Birini toxuyuram.
Burada artırma eləmirəm. Əvvəldə artırma elədiyimə görə burada artırmıram. İndi düz üzündə kənar ilməğini götürürəm. Bu ilməkləri açıram. Artırdığım ilməkləri 2, 3 ilmək açdım. Sonra bu 2 ilməyi götürürəm. Bu 3-cü ilməyi bu 2 ilməyin içindən çıxardıram. Toxuyuram düz. Bir artırma eləyirəm. Bu ikisini bir yerdə götürürəm. Yenə də buradan 3 ilmək açıram. 1, 2, 3 ilmək açdım. Bu qabaqdakı 2 ilməyi götürürəm. 3-cü ilməyi bu 2 ilməyin içindən çıxardıram. Sonra toxuyuram. Bir artırma eləyirəm. Bu birisi 2 ilməyi, ikisini bir yerdə toxuyuram. Yenə 3 ilməyi açıram. 2, 3. Bu əvvəlki ilməkləri götürüb 3-cünü bu 2 ilməyin içindən çıxardıram. Sonra toxuyuram. Bir düz toxuyuram. Bir artırma eləyirəm. Bu 2 ilməyi də bir yerdə toxuyuram. 2, 3 çıxardım. Bu 3-cünü bunun içindən çıxardım. İkisinin içindən. Sonra toxudum. Sonra bir artırma elədim. Bu 2 ilməyi ikisini bir yerdə toxuyuram. Yəni artma, əksilmə olmur. Yenə 1, 2, 3. Qabaqdakı 2 ilməyi götürürəm. Arxadakı 3-cü ilməyi bu 2 ilməyin içindən çıxardıram. Sonra düz toxuyuram. Bir artırma eləyirəm. Sonra bu 2 ilməyi ikisini bir yerdə. Kənar ilməyi də tərs toxuyuram. Bu formada. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Formada belə bir naxışa alınır. İndi bu üzdən yenə bir sıra düz toxuyub, arxa üzdən birinci sırada necə eləmişdiksə, burada da yenə elə eləyirik. Düz üzdən düz toxuyuruq, arxa üzdən artırma eləyirik. Düz üzdən sonra açırıq. Bu formada belə bir naxışa alınır. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.